Xalq arasında Basmoy bazarı kimi tanınan 8-ci kilometr bazarında çalışan ticarətçilər illərdə fəaliyyət göstərdikləri ərazidən çıxarılmalarına görə narazılıq eləyirlər. Ticarətçilərin sözlərinə görə 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar, lakin son vaxtlar onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satışçılar iş yerlərinin bağlanmasına etiraz edərək alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər. Hər evimizin bir qənd torbası malımız var. Onunla gedib harda yer götürək işləyək, bir damcı yerin bərpasını istəyirik, qutumuzu qoyub lalkar çörəyimizi qazanaq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib. O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bu kimi halların qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir.